Aşağıda Puls-Uğur istiqamətində 9 oktyabr üçün müxtəlif mənbələrdən götürülmüş bürc proqnozlarının xülasəsi. Unutma ki, bu tip proqnozlar ümumi tendensiyalardır. Şəxsi durum çox fərqli ola bilər. 9 oktyabr üçün bürclərə Puls-Uğur proqnozları, bürc proqnoz və tövsiyə, qoç, yeni əlaqələr və əməkdaşlıqlar müsbət nəticələr verə bilər. Pul imkanları yaranarsa onları diqqətlə qiymətləndir. Müsavat buğa, buğalar üçün günün ikinci yarısı daha əlverişli görünür. Maliyyə məsələlərində stabillik mümkündür. Müsavat əkizlər, sənəd işləri və detallara diqqət vacib olacaq. Riskli seçkilərdən çəkinmək, amma fürsətləri də qaçırmamaq lazımdır. Müsavat xərçəng, bu gün əhəmiyyətli sövdələşmələrdə iştirak etmək faydalı ola bilər. Maliyyə qərarlarında diqqətli ol. Şir ulduzlar bugünü Şir bürcü üçün xüsusilə xoş keçirəcəyini göstərir. Həm uğur, həm şans yanınızda ola bilər. Lentaz qız, günün bəzi vaxtlarında təxminən 10 ehtiyat tələb oluna bilər, amma maliyyə sahəsində ümumilikdə uğur gözlənilir. Müsavat tərəzi, insanlarla münasibət və ünsiyyət önə çıxır. Pul sahəsində risk etməzdən əvvəl etibar etdiyiniz insanlarla məsləhətləşmək fayda verər. Əqrəb, gözlənilməz və nikbin xəbərlər ala bilərsiniz, bu da maliyyə və iş imkanlarını genişləndirə bilər. Lentaz oxatan pul xərclərində ehtiyatlı olun, qənaətcil olmaq və impulsiv qərarlardan qaçmaq məsləhətdir. Vision oğlaq, bugün kiçik məbləğli investisiyalara üstünlük verin, böyük risklərə girməyin. Uğur gəlir, amma planlı addımlarla. Dolça, işləri sistemli şəkildə aparsanız, uğur şansı yüksəkdir. Boş vədlər verməyin. Balıqlar, maliyyə sahəsində diqqətli olun, kimlərsə çox güvənmək sizi aldatma ilə üz-üzə qoya bilir. Əgər istəsən, sənin öz bürcünə xüsusi olaraq daha dəqiq pul uğur proqnozu verə bilərəm. Bürcünü söyləyirsən?